Kim istəyir Allahın sevgisini öz üzərində çox hiss eləsin, çox üzrxahlıq eləsin Allahdan. Allah bu bəndələrə sığal çəkir. Onlarla sevgi ilə davranır, xüsusi sevgi ilə. Və təmizləyir onları. Yol çox asandır, biz tərpənmək istəmirik. Elə deyirik, çətindir. Çətin nədir? Eybivi götür, get huzuruna. Dinən ilahi, mənim bu eybim var, üzr istəyirəm, mənə kömək elə, əlimdən tutu da başlayacaq əzizləməyə və təmizləməyə. Bunu eləmirik biz. Eləmirik. Namazda qılanda hacət istəyirik ancaq. Eləmirik bunu, bu işlə məşğul olmuruq. İnkar eləmə eyblərvi, ged Allahın qapısına. Sən tək deyilsən, axı sənin Allahın var. Sənin Allahın var, yaddan çıxartma. Səni səndən çox sevən Allahın var. Hər şeyə gücü çatan Allahın var. Sənin eyblərinin öhdəsindən gəlməyəcək, gələcək. Amma gedəndə müzakirəyə getməyib, ilahi, gəlmişəm bir neçə mövzuda səndən danışım. İclasa gəlməmsən. İclasa gedən kimi getmə. Yox, elə yox. Körpələr kimi get. Körpələr kimi. Uşaq necə gedir anasına ağlayır, sığınır. O şəkildə get ki, səni əzizləsin. O haldan xoşu gəlir. İmam Məhəmməd Baqir əleyhissalam Kəbəni təvaf eləyir. Kəbənin qapısına yaxınlaşanda, təvaf zamanı, ucadan fəryad eləyib dua eləməyə başlayır. Yanındakılar deyir, ağa, hörmətdən salar sizi, yaxşı deyil, adamlar bizə baxır. İmam Baqir əleyhissalam deyirlər, ayıbdır siz boyda imam, belə fəryad eləməyiniz ucadan ayıbdır. İmam deyir, məni rahat buraxın. İstəyirəm Allah mənə baxsın, mənə nəzər eləsin. Burada da fəryad eləməyim, harda eləyim? İstəyirəm Allah məni əzizləsin. Burada mən bəndəyəm, mənim imamətim də keçib, mən bəndəyəm, Allahın bəndəsi kimi gəlmişəm. Bu hal heç kəsə eyb gətirməz, başaşağılıq gətirməz. İndi bir dəstə adam çıxıb, ağlamaq demə bunların yanında. Ağlamaqla mübarizə aparırlar. Ağlamaqla düşmənçilik eləyirlər. Halbuki hamısı həyatda nəyəsə ağlayır, acı-acı şeylər ağlayır. Acı-acı şeylərin qəmin salır ürəyinə. Amma qəmin şirin növləri var. Qəm onsuz da hamı çəkəcək, dindar olsun ya qeyri-dindar. Amma qəmin şirin növləri var. İmam Hüseyin qəmi də o şirin qəmlərdən biridir. Bədbəxt biçarələrin ağlamağı deyil. Adam bədbəxtçilik üçün məscidə can atmaz, gedim bədbəxt olum, ağlayayım. Bu ağlamaqda şövq var, ləzzət var, şirinlik var ki, adamlar həsrətlə gəlir bu istidə. Bu sıxlıqda dayanır, oturur, bayırda, içərdə. Bu başqa bir aləmdir. Buna biraz yaxına gəlmək lazımdır, başa düşmək. Uzaqdan baxanda başqa cür görünə bilər. Gəlib içinə daxil olanda görürsən, yox, bu başqa bir aləmdir. O uşaq ki, başını ananın dizinə qoyub ağlayır, ya da ona sığal çəkir, uşağın keyfi bundadır. Uşağın ləzzəti bundadır. Allah huzurunda incə qəlbli olaq, yoxsa canavara çevriləcək. Ağlamağı inkar eləməklə daş ürəkli yırtıcıya çevriləcək. Ağlamaq heç də hər vaxt acizlik əlaməti deyil. Ağlamaq qüdrət əlamətidir bəzən, güc əlamətidir bəzən. İnsan bəzən Allah huzurunda ağlamaqla güc tapır, qüdrət tapır, izzət tapır. Bizimlə əziz şəhid atalarımız düz mənim qarşımda əyləşiblər. Onlar bizim başımızın tacıdır. Onlar bütün hər birimizin borclu olduğumuz insanlardır. Onların övladları şəhadət zirvəsinə ucalıb, uca məqam əldə edib. Amma hamımız onlar haqqında danışanda, düşünəndə gözümüz nəmlənir. Bu göz yaşı acizlik göz yaşı deyil. Bu şövq qarışıq bir qəmdir, izzət gətirir bir millətə, şərəf gətirir. Kim Allahın qabağında kiçilir, Əhl-i Beytin huzurunda kiçilirsə, böyüyənlər onlardır. Allaha müraciətdə nə deyir? Deyir, ya təbibəl qulub, ay qəlblərin həkimi. Çox gözəldir, adam eyvlərin götürsün, getsin Allahın qapısına, deyəsən bir-bir, o da nəvaziş eləsin.
evləri silsin, təmizləsin. Bundan gözəl nə proses var həyatda? Bu eşqbazlıqdır. Eşqbazlıq pis mənada işlənilir. Bu müsbət eşqbazlıqdır. Övliyalar hamısı gözləyir gecə gəlsin, eyiblərini, nöqsanlarını götürüb getsinlər Allahın dərgahına, Allahın qapısına. Uşaq kimi qaçsınlar Allahın qoynuna. Uşaq kimi. Kumeyl duasına baxın, məsələn, istəyirəm məclisimizin halı münacat halı olsun. Bu məndən asıl deyil, Allahdan istəyirəm bunu. Bugünkü məclisimiz istəyirəm yazılsın, İmam Hüseyin huzurunda münacat məclisi olsun bizə. Belə qeyd olsun. Kumeyl duasına baxın, necə səmimi bir münacatdır. Mən bir dənə nöqsan deyim sizə, bizim dualarımız bəzən rəsmi tərcümə olunur, ləzzətini qaçırdırıq. Rəsmi dildə tərcümə edirik. O şirinliyi var, ərəb dilinin özündə o duaların bir qəribə şirinliyi var. Onu biz itiririk rəsmi tərcümə ilə. Məsələn, Subhanallah sözü var. Mən baxıram da kitablarda yazır ki, Subhanallah mötərizədə tərcüməsi yazır. Allah pak və münəzzəhdir. Bu, rəsmi və quru tərcümədir. Allah pak və münəzzəhdir. Bunu bir alimdən eşitmişəm, sizə çatdırıram, amma çox yaxşı bir yanaşmadır ya onda bu. Deyir ki, bilirsiniz nə deməkdir öz dilimizdə? Subhanallah, yəni, ay Allah, nə qəşəngsən sən. Allah, nə gözəlsən sən. Ərəb Subhan deyəndə bunu nəzərdə tutur. Ay Allah, sən nə qəşəngsən. Namazı belə tərcümə elə. Rüküyə girsən, Allah, nə qəşəngsən, nə gözəlsən. 3 dəfə. Qalxırsan, səcdəyə girsən, Allah, sən nə gözəlsən. Budur münacat. Yoxsa Allah pak və münəzzəhdir. Uzaqlaşdırırıq zehnimizdən, rəsmi dilə çevirməklə. Uşağımıza həm surə öyrədəndə deyək ki, Bismillahirrahmanirrahim. Belə tərcümə edirik biz. Rəhman və rəhim olan Allahın adıyla. Belə deyil tərcümə. Rəhman və rəhimi belə tərcümə edirik olar. Mehriban və mehriban Allahın adıyla. İkisi də mehriban deməkdir. Rəhman da, rəhim də. Hərəsi bir cür mehribandır. Bax onu həm surəyə. Mehriban və, məsələn 5 yaşlı uşağa öyrədirik. Mehriban və mehriban Allahın adıyla. Ondan sonra Allah sənə təşəkkür edirik ki, sən aləmləri yaratmısan. Mehriban və mehribansan təzdən. Ər-Rəhmanir-Rəhim. Mehriban və mehribansan. Uşaq deyər ki, ana, ata, nə qədər mehriban sözü dedin. Bir dəqiqə başlayacaq mehriban. Deyim ki, mən neynim, Allah özüm belə tanıtdırır. Allahımız belədir. Bir kəlmədən bir deyim, mən mehribanam, mən mehribanam. Qurana belə yanaşmışıq biz. Nəsə, Qurana çatanda rəsmi görkəm alırıq, rəsmi görkəm alma. Deyim, mən mehribanam. Necə desin? Mehribanam mən. Hey, bir kəlmədən bir deyir. Mən bağışlayanam, mən mehribanam. Ramazan ayında danışmışıq, əzab ayələri də mehribanlığa qayıdır. Ondan da yorulmuşam danışmağa. Hamısını düzgün izah eləmək lazımdır. Kumeyl duasını gəlin belə tərcümə eləyək. Uşaq ata-anasına necə pənah aparır, ondan da gözəl mənzərədir. Mən istəyirsiniz, sadə dillə tərcümə eləyim Kumeyl duasını, məzmununu çatdırım. İlahi, istəyirsən cəhənnəmdə elə hey fəryad eləyim. Sən istəsən, mən cəhənnəmdə qalım, yanım və qışqırım. Budur Kumeyl duası. İstəyirsən, mən orada hey səsim ucalsın, sən də mənə cavab verməyəsən. İlahi, istəyirsən, mən deyim orada ki, ay mənim dostum, hardasan? Hardasan, ay mənim dostum? İlahi, ölərəm mən bu halda. Aleyhisselam belə danışır Allah. Eyni bir uşaq kimi. Şirindil bir körpə necə ata-anası ilə danışır. Aleyhisselam Allahla elə danışır. Həzrət Əlinin rəsmi dili düşmən üçün idi.